Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Allah'ın selamı, rahmeti, bereketi üzerinize olsun. Allahümme amin. İnşallah bugün Allah nasip ederse Rabbimin yardımıyla yeni inşallah bir surenin inşallah tefsirine geldik, açıklamasına geldik. Allah subhanahu teala bizi bu sureyi eşitip emel eden kullarından etsin. Bu sure direkt Peygamber sallallahu aleyhi ve selleme hitap olan bir suredir. Yani Resulullah sallallahu aleyhi ve sellem ve onun ailesi ve ondan sonra ise hitap Müslümanlaradır. Çünkü şeriatte böyle bir kayda var ki Resulullah sallallahu aleyhi ve selleme olan hitap Allah'a olan, daha doğrusu Allah'ın Resulüne olan hitap aynı şekilde müminlere de bağlıyor. Yani peygambere bir şey emredilir veya bir şey kadağan edilirse yani bu aynı şekilde müminleri de Müslümanları da bağlıyor. Yani hitab-ı nebi peygambere olan hitap, hitab-ı müminin yani aynı şekilde müminler de bunun hitabıdır. Bu suremiz inşallah Tahrim suresidir. Tahrim suresinde ışığı yandır oradan biraz burası. Tahrim suresi yani adıyla yani böyle diyeyim ki alınmasının Tahrim suresinin sebebi ayetin birinci nedir? İçeriğinde olan o hükümden almıştır ki Allah subhanahu teala ya eyyühen nebi ey peygamber lime tuharrimu ma ahallallahu leke. Ey peygamber sen özüve yani Allah'ın halal kıldığı şeyi ne için özüve haram kılırsın? Yani Peygamber sallallahu aleyhi ve sellem Allah'ın halalını belli bir meselelerden, sebeplerden dolayı neyledi? Resulullah sallallahu aleyhi ve sellem onu özüne böyle diyeyim ki haram kıldı. Ki ya eyyühen nebi lime tuharrim ma ahallallahu leke. Ey peygamber Allah'ın sana halal kıldığı şeyi niye özüne haram kılırsın? Ki tebtegi merdate ezvacike. Yani zevcelerinin rızası için, onların könlü hoş olsun diye ve onlar senden razı kalsın diye onların rızasını kazanmak için Allah'ın sana halal kıldığı şeyi ne için özüne haram kılırsın? Allah vallahu gafurur rahim. Allah işte gafurdur, bağışlayandır ve merhamet sahibidir. Ve kad faradallahu lekum. Allah subhanahu teala sizedir yani farz kılmıştı ki yeminlerinizi yerine getirmeniz. Yani yeminleri bir insan bir meselede yemin etti mi o yeminini yerine getirmelidir. Allah sizin Mevlanızdır ve Allah alimdir ve Allah subhanahu teala hakimdir. Deməli bu iki ayet ve daha sonra gelen ayetler Peygamber sallallahu aleyhi ve sellem ile onun zövceleri hakkında nazil olmuştur. Peygamber aleyhissalatu vesselam bize sadece siyasette, cihatta, ticarette değil, aile meselelerinde de Resulullah sallallahu aleyhi ve sellem bize örnektir. Ve Resulullah sallallahu aleyhi ve sellem ailesinde baş veren ihtilaflar nedir? Bizim için de bir ibrettir ki Allah Resulü o ihtilafları, o anlaşılmazlıkları Resulullah sallallahu aleyhi ve sellem bir insan olarak nece çözdü? Ve bir Müslümanın üzerine düşen de o meseleler nece çözülmelidir? Ayrıyeten burada gösterecek ki yani peygamber olmasına rağmen, peygamber eşleri, zövcesi olmalarına rağmen bunların da Resulullah sallallahu aleyhi ve sellem aralarında bir ihtilafın, bir tartışma söz konusu olmuştur. Yani aralarında bir ihtilaf olmuştur. Ve bir narazılık olmuştur. Ve bu sebepten de Resulullah sallallahu aleyhi ve sellem yani gazaplanmış. Resulullah sallallahu aleyhi ve sellem artık bu meselelerden ortada baş veren bu tartışmaların neticesinde Resulullah sallallahu aleyhi ve sellem Allah'ın ona halal kıldığı şeyi özüne haram kılmıştır. Ve
Bunu da özünə Allah Resulü yemin edərək və Allahın halal qıldığı şeyi özünə haram etmişdir. Və nəticədə Allah Peyğəmbəri gözəl bir üslubla qınamışdır. Yəni sən zövcəvi razı salmaq üçün Allahın sənə halal qıldığı şeyi niyə haram edirsən? Və ya zövcələrin səndən razı qalsın deyə, onlar xoşnut olsun deyə, Allah sənə izin verdiyi şeylərdə niyə and içirsən və ya niyə özünə haram qılırsan və ya niyə özünə qadağan edirsən? Ki, onlar səndən razı qalsın deyə. Bu ayətin səbəb nüzulunun iki səbəbi var. Yəni təfsir kitablarında, səbəb nüzul kitablarında məşhur olan, yəni çox səbəblər var. Lakin məşhur olan iki səbəbdir ki, Resulullah sallallahu aleyhi və səlləm Zeynəb radiyallahu anhanın yanında oturur, o gün olur, onun yanında olduğu gün olur. Və bunu iki zövcə həyatı yaşayan insanlar bilirlər. Yəni kimin həyatında 2 dənə zövcə, 3 dənə zövcə olursa, onlar bu məsələni bilirlər. Bilməyənlər, olmayanlar anlatsan da anlamaz fazla. Yəni olmayanlara sabahdan axşama qədər bunu anlatsan da o qədər də məsələni tam dərk edəməyəcək. Yəni. Resulullah sallallahu aleyhi və səlləm Zeynəbin yanında biraz oturur, çıxmaq istəyərkən Resulullah sallallahu aleyhi və səlləm Zeynəb radiyallahu anh deyir, ya Resulullah, sizə gözəl bir bal şərbəti hazırlamışam, bəlkə onu içib çıxasınız. Resulullah sallallahu aleyhi və səlləm bal şərbətini içərək söhbət edirlər. Bir qutum içir, söhbət edirlər, bir qutum içir, söhbət edirlər. Tabii ki, hər bir Allah Resulü'nün zövcəsi istəyər ki, Allah Resulü onların yanında çox qalsın. Yəni, onlarla söhbət eləməsi, yəni onlara xoşnut edir və onlar üçün ayrı şəkildə bir ibadətdir. Yəni, bu bir Peyğəmbərdir. Yəni. Çünki Peyğəmbəri xoşnut eləmək, Allahı xoşnut eləməkdir. Və Zeynəb radiyallahu anh da Allah Resulü'nün bəyəndiyi qadınlardan bir dənəsi idi. Zeynəb radiyallahu anh'a Peyğəmbərə layiq olan bir zövcə idi. İmanı ilə, takvalısı ilə, əxlaqı ilə. Yəni, onun Allahı xoşnut eləməkdən başqa heç bir fikir yox idi ki, ancaq onunla məşğul idi Zeynəb radiyallahu anh. Bugün bizim örfümüzdə bunun adını çəkmək, bu məsələni dinləndirmək belə, yəni belə deyim ki, insanın topun ucuna qovub hara atarlar. Amma lakin İslam gəlmişdi örfü ayağın altına almağa. Örf şəriətin qabağına keçərsə, o örf çiğnənməlidir. O örf çiğnənməlidir. O örf yerin altına girməlidir. Örfü heç bir zaman şəriətin önünə keçirmək olmaz. Allahın əmrlərinin, Allahın qadağalarının önünə keçirmək olmaz. Örfümüzdə qınayarlar deyə Allahın əmrlərinin, yasaqlarını və insanlar İslamın verdiyi rahatlığı örfə görə tərk etməsi də doğru olmayan səbəblərdəndir. Örfümüz nə deyir? Zaten örfümüz bizi zaten bəyənmir ki. Sən örfü razı salmaq üçün çalışmamalısan. Allah'ı razı salmaq üçün çalışmamalısan. Allah Subhanahu zaten bunun üçün ayət indirdi. Peyğəmbər s.ə.v qınadı bu məsələdə. Və onların nicahını Allah qıydı yəni. Allah evləndirdi yəni. Allah istədi ki, onlar evlənsin və örf bununla tamamilə ortadan qalxsın. Yəni o günə qədər Allah Resulü Zeynəb radiyallahu anh evlənincəyə qədər insan öz oğulluğunun boşanmış olduğu kızıyla, hanımı ilə evlənə bilməzdi. Yəni ərəblərin bir örfü var idi. Ki o da onun gəlinidir. Yəni dolayısıyla gəlin də qız hökmünə düşür. Necə ki, sən indi bu dəqiqə öz gəlininlə qiyamət gününə qədər evlənə bilməzsin. Boşasan da, boşamasan da, oğlan və qız fərq eləməz. Sən öz qaynananla heç bir zaman evlənə bilməzsin. Zövcəvi boşasan da heç bir zaman evlənə bilməzsin. Sən sadəcə baldızınla evlənə bilərsən. Zövcəvi boşayandan sonra öz baldızı ala bilərsən. Xalavı ala bilərsən boşayandan sonra, yəni onun xalasını ala bilərsən. Amma lakin nədir? Sən heç bir zaman 2 dənə xala və yaxud da ki, ana bir nicahın altında saxlaya bilməzsən. Yəni mümkün deyil. Və Resulullah s.ə.v yəni bu hökmü belə deyim ki, öz örflərində bu şəkildə olduğuna görə Allah Resulü onunla nədir? Evlənmək istəmədi. Lakin o hökm artıq qalxdı. Yəni İslamda ümumiyyətlə oğulluq da yoxdur, qızlıq da yoxdur. Oğulluğa götürmək də olmaz. Qızlığa götürmək də olmaz. Şəriət bunu qadağan elədi. Sən sadəcə olaraq birini götürüb saxlaya bilərsən, yetimə sahib ola bilərsən. Mesela bugün bizim Azərbaycanda eləyirlər, qohum və qərəbə arasında. Qardaş öz oğlunu verir öz qardaşına və öz bacısının
Hemen kızını götür. Şəriətçə bunlar doğru değil. Çünkü onlar birbirine məhrəm məsələləri var yani. Evin içinde doğru olmayacak. Haçana qədər məsəl üçün. Sen öz götürdün kardeşimin oğlunu. Yaxşı, ben kardeşimin oğlunu götürdüm. O böyüdü. Bəs mənim arvadıma məhrəm olmayacaq. Mən götürdüm senin zövcəmin bacısının kızını özüme kızlığa götürdüm. Ne zamana kadar? Həddi buluğa çatan mənimdir. Həddi buluğa çatandan sonra olmaz. Yani bunu əsasən kimlər edirlər? Uşağı olmayan insanlar. Məhrəm ola bilməsi üçün o qadının nə olması lazımdır? Süd verməsi lazımdır yeni doğulanda. Süd verərsə ata süd atası olur, ana da süd anası olmuş olur. Bu halda bu caiz olmuş olur. Əksi halda doğru değil. Bu səbəbdən də yəni məsəl üçün tutalım ki sən öz zövcəni boşanmışsan, sənin qaynənəndir. Məhrəmdir səndən qiyamət gününə qədər. Və qaynətə də aynı şəkildə. Sən gəlini öz zövcəvi belə deyim ki, yəni boşadıqdan sonra sənin zövcən tutalım ki, sənin atanla, ananla onların gəlinidir, qızı hökmündədir və onların məhrəmidir, onlarla səfərə çıxa bilər və s. Qiyamət gününə qədər bu belə davam edəcək. Yəni onlar ölüncəyə qədər bu hökm bu şəkildədir yəni. Bunlar oğulluğu bu baba salmaq tabii ki nədir? Ərəblərin örfündə var idi, lakin bu hökm ortadan qalxdı. Resulullah s.ə.v neysə bu evlənəndən sonra tabii ki Zeynəb radiyallahu anh dediyim kimi imanlı, takvalı bir qadın idi. Və Resulullah s.ə.v-in ümumiyyətlə idarəçilərin, alimlər deyir ki, Şeyx Şanqiti Resulullah s.ə.v-in yəni, evi Allahın bir evinə, yəni belə deyim ki, Allahın evlərindən olduğu üçün yəni oradan Allahın şəriəti idarə edilir. O evdə mutluluq, o evdə huzurun olması şərtdir. Allah hər bir halda o evi qoruyurdu. Çünki kişinin evi sükunət olmalıdır. Dava adamların evi sükunət olmazsa, o evdən çıxan nəticələr də xəstə nəticələr ortaya çıxacaqdır. Yəni qəzəbli çıxan bir evdən bir insan işə gələndə neyini? Bütün işçilər azarlayır. Nə deyirlər işçilər? Yenə müdür deyəsən evdə əsəbləşibdir. Yəni deyəsən işlər yolunda getmir. Doğru mu? Buna görə evdə kişinin huzuru şərtdir. Yəni Allah Subhanahu onlar bir-birinə məskən, yəni sükunət sahibi olaraq qəbul etmiş ki, onlar bir-birlərinin içində, yəni evin içində sükunətli olmalıdırlar. Yəni kişinin rahatlığı bu səbəbdən də önəmlidir. Və Resulullah sallallahu aleyhi və səlləm İşte Zeynəb radiyallahu anh yanında biraz qalır və bu da bizə ölçüm örnəkdir ki, bəzən bəli sən saat tutası döysən, mən bura 5-də girdim, 5-də çıxmalıyam yox. Ehtiyac varsa qala bilərsən, günüz özəlliklə də. Yəni günüz bir kişinin zövcəsinin yanında istədiyi zaman qala bilər, şərt yoxdur. Gecə ədalət şərti var, bir gün orada, bir gün orada. Və biri tabii ki imtina eləyə bilər. İstəyən zövcə deyə bilər ki, mənim yanıma həftədə bir dəfə gəl, ayda bir dəfə gəl. Kişi də razıdırsa. Günüzlər gəl get mənim yanıma. Yəni günüzlər gəl get mənim yanıma. Axşam gəlmə istəmirəm və s. Yəni kişi ilə qadının arasında olan bu razılaşmadır. Bunda heç bir problemi yoxdur. Yəni bu səbəbdən də Resulullah s.ə.v Zeynəbin yanında o bal içəcək qədər biraz məsafə qalır və bunu digər xanımları da hiss edir ki, Allah Resulü orada qalmışdır. Və xəbər Resulullah sallallahu aleyhi və səlləm diğer Ayşe zövcəsinin Ayşənin yanına gələrkən Allah Resulü'nün bal içdiyini bilir ki, Allah Resulü orada bal şərbəti içmişdir. Və Resulullah sallallahu aleyhi və səlləmin orada çox qalmasını Ayşə anamız qısqanır. Niyə orada çox qaldın deyə. Və Resulullah sallallahu aleyhi və səlləm də yəni bunu hiss edir, deyir, niyə gec qaldın? Deyir, bal içirdim. Deyir, ay, bilir ki, bal içdiyini aslında Allah Resulü deyir ki, sizdən çox pis biri gəlir. Yəni elə bir xarab olmuş nəsə içmişsiniz. Çürümüş bal içmişsiniz. Yəni sanki bal xarab olub iyi gəlir. Yəni çox narahat edici bir iyi gəlir. Və bunu Allah Resulü gəlməmişdən qabaq Ayşə anamız Hafsa radiyallahu anh'ı çağırır ki, mənim yanıma gələndə mən bunu deyəcəm, sonra sənin yanıma gələcək, sən də eynisini deyərsən. Hafsa radiyallahu anh'ı da yoldan çıxardır. Ki sən də bunu deyərsən. İşte qadının qısqanclığı. Resulullah sallallahu aleyhi və səlləm yəni bunların bu sözündən çox narahat olur. Və sonra Hafsa'nın yanına gedir, Hafsa radiyallahu anh eynisini deyir. Allah Resulü deyir, xeyr, təzə bal idi. Deyir, yox ama deyir, pis iyi gəlir deyir.
Və Rasulullah s.ə.v baxır ki, bunlar inciyir, deyir, vallahi mən bu gündən sonra bal içməyəcəm. Bal şərbəti içməyəcəm. Allah Rasulü çox üzülür yəni. Çünki niyə? Allah Rasulü söz-söhbət olmasını istəmir. Bax, qadına susmaq, yəni üzrüyəm, qorxaqlıq deyil. Evin huzurunu davam etməsini istəməkdir. Deyir, Rasulullah s.ə.v onlarla çox danışmaq istəmədi. Konuyu kapatdı ki, tamam, bu gündən sonra bal içməyəcəm. Rahatlaş. Rahatdan bu gündən sonra bal içməyəcəm. Niyə? Evdə söz-söhbət lazım deyir. Çünki o ev, yəni İslam dövlətinin ana təməllərinin oluşturan bir evdir. Yəni o evdən, hər şey o evdən çıxır yəni. Yəni Rasulullah sənin vaxtı yoxdur bir qadınla sənə döysün. Sən haqlısan, mən. Ümumiyyətlə, qadınla haqlı və haqsız davasını döymənin heç bir anlamı yoxdur. Niyə? Nəticə verməyəcəkdir. Nəticəsi yoxdur yəni. Onun qabağına qoy, onunla söhbət elə, saatlarla, yəni öz bildiyi ki, mən haqlıyam və yaxud da zahirən tabi olsa da daxilən tabi olmayacaq. Ona görə Rasulullah s.ə.v qadınlarla söhbətlərini qısa kəsərdi, uzatmazdı yəni. Tamam, sən haqlısan. Allah köməyin olsun. Allah mənə bağışlasın. İnşallah bir də olmaz. Ən doğrusu budur. Sən yenə də öz bildiyinlə hərəkət elə. Amma Allahsız bir ailə yaşama yəni. Allahın haqlarını yerinə yetirir. Yəni Allah səndən nə istəyirsə onu yerinə yetirməlisən. Və Rasulullah sallallahu aleyhi və səlləm burada bu əməli eləyəndən sonra İşte bu ayət nazil olur ki, sən zövcələri razı salmaq üçün Allahın halalını niyə özünə haram edirsən? Ki, necə ki, Abəsə və təbəllə ayəti indi ki, sən müşrikləri razı salmaq üçün bir gələn kördən yüz çevirdin. Ona görə bəzən kiminsə xətrinə kimdənsə yüz çevirmək, kimə görəsə nəyisə eləmək doğru deyil. Yəni, birinin razılığı, birinin narazılığına doğru olmam. Mənim dostum deyil. Bu köhnə iman edib, bu təzə iman edib. Bu köhnə iman edəndən mən münasibətim və o məndən sual soruşur, ona geri cavab versin. Təzə iman edən onu desən, yaxşı sən gözlərlə sənlik tük. Bu doğru bir usul deyil. Yəni dəvətdə də bu doğru bir usul, doğru bir nəticə deyil. İkinci bir səbəb nüzuluna səbəb Mariya adında Allah Rasulunun cariyəsi var idi. Ondan İbrahim adında bir dənə oğul olmuşdu. Və Rasulullah sallallahu aleyhi və səlləm bu Mariya Hafsa radiyallahu anh'ın evində hizmət göstərirdi. Həmən günü. Və Rasulullah sallallahu aleyhi və səlləm cariyələrindən istifadə eləmə haqqı var idi yəni. Allah Rasulü zövcəsi də var idi, cariyəsi də var idi yəni. Mariya radiyallahu anh'a ilə Rasulullah sallallahu aleyhi və səlləm arasındakı olan münasibəti Hafsa radiyallahu anh'a bilir, üzülür. Və biraz onun xoşuna getmir. Ki, burada mən varam, sən cariyə niyə ehtiyac duyursun? Qibti qızı, yəni belə Mariya radiyallahu anh'a ilə Rasulullah sallallahu münasibətini Hafsa xoşlamır. Yəni Allah Rasulunun 6-7 zövcəsi var, bir də aynı şəkildə cariyə də var. Yəni bir insanın aynı şəkildə, yəni Allah Rasuluna aiddən abi bizə 4 dənədir. 4-ün dışında 10 dənə, 20 dənə cariyə ola bilər. Yəni bu xəyal edin müsahidə olaraq. Yəni fazla iləri getməyin yəni. Hə. Heç xəyal eləmək də bəzən suçdur yəni. Yəni Allah bir sahabələrin var idi yəni. Məsələn Osman radiyallahu anh 4 zövcəsi var idi, onlarla cariyəsi var idi. Əbubəkirin zövcələri var idi, onlarla cariyəsi var idi. Ömər Xattabın cariyələri var idi. Əli radiyallahu anh aynı şəkildə 30-a yaxın cariyəsi var idi. Və bütün sahab, Xalid bin Vəlidin aynı şəkildə cariyələrlə zövcələr ayrı-ayrı idi yəni. Zövcə ayrı, cariyə ayrı yəni. Təbii ki, İslam bu hökmü yavaş-yavaş ortadan qaldırdı. Hal-hazırda da cariyə söhbətləri ortadan qalxıbdır. Yəni nə mənə qalx, hökmən qalxmayıb, əmələn qalx. Yəni hökm olaraq durur, amma İslam gəldi onu zamanla ortadan qaldırmağa. Və Rasulullah s.ə.v o gündən sonra cariyə Mariya ilə arasındakı olan münasibətin olmayacağını and içdi. Yetər ki, sən rahat ol. Sakin ol, lazımdır, üzülmə, bu evdə huzursuzluğa gərək yoxdur. Yəni bəzən bu evin içində gərəkir, yəni huzursuzluğu ortadan qaldırmaq üçün, yəni kişinin qadına bir şeye söz verməsi, yox, mən kişiyəm, buna ehtiyac yoxdur. Kişi evində sükunət saxlayan adamdır. Yəni evi düz istəyirəm, dava dalaşa çevirmənin heç bir anlamı yoxdur. Yola bir çıxsın, yesin. Bir dəqiqə, qadın zaten nədir? İstədiyi nədir? Sən haqlısan, sən razısan və qadınla zaten əsl olan nədir? Yumuşaq davranılmasıdır. Ki, Eyyub aleyhisselam Allah Subhanahu ona zənginlik verəndən sonra, ömrünü geri qaytarandan sonra and içmişdi ki, ona bir də başqa birindən danışsa, saçını kiməsə göstərsə, ona 100 dənə şallaq vuracaqdı.
Və ona nə eləmədi? 100 dənə şallaq ağır olduğu üçün 100 dənə çubuğu topladı balaca bir yerə. Az ona bir şey vurdu ki, yetər ki, yəni onu incitməsin yəni. Yəni bunun üçün Resulullah sallallahu aleyhi və səlləm burada nə elədi qardaşlar? Yəni özünə halal olan bir şeyi haram qıldı yəni. Məsələn, bu gün bir insanlar, kişilərin yəni çoxunluğu deyir, vallahi mən söz verirəm ki, sənin üzərində heç kim almayacağım məsəl üçün. Yəni indi evlənməyəcəm, narahat olma və s. ilə axırı. Yəni söz söhbəti yatırmaq üçün tabii ki, kişi bunu deyə bilər. Yəni söz söhbəti yatırmaq üçün kişinin bunu deməsində heç bir qınaq yoxdur, heç bir ayıb da yoxdur. Amma nicahda bu bəyənilmir. Yəni nicah olarkən doğru nicahda yəni bunun nədir? Şərt qoşulması şərt kimi doğru bir şey deyildir. Yəni tabii ki, bəzi alimlər buna cavaz versə də, amma nədir? Əsl olan, sünnət olan, doğru olan budur ki, bunun olmamasıdır. Evet kardeşler, ve burada biz səhnəni görürük ki, Resulullah sallallahu aleyhi ve sellem bir aile başçısı olmasına rağmen, bir peygamber olmasına rağmen evin içerisinde peygamber vasfından daha çok bir zövcə, bir bir aile başçısı vasfını yerine getirmeye çalışır. Evin içinde huzur yaratmaya çalışır. Hatta Allah'ın ona halal ettiği bir şeyi haram etmeye çalışır. Niye? Evdeki olan huzur için. Evdeki olan huzurun devam etmesi için. Ama Allah subhanahu teala tabii ki yani buna karşı gelir ki bunu eleme. Bunu elemeyi olmaz. Allah Resulü da iştihad edir ki evde huzur olsun. Yani biz de özümüze müeyyen haramları, halalları haram edemeyek, and içmeyek. Sen sadece imtina edebilirsen, yüz çevirebilirsen, istemeyebilirsen ama özüne haram elemeyin olmaz. Yani bir şey insan özüne haram elemesi caiz değildir. Ben bu gündən sonra vallahi su içmeyeceğim, vallahi bu gündən sonra bal yemeyeceğim, vallahi bu gündən sonra alma yemeyeceğim. Yeter ki sen benden razı kal. Yok, bu halalları özüne haram eləməməlidir. Olmaz. Ve Resulullah sallallahu aleyhi ve sellemin yani bu belə deyim ki, bu məsələləri Ayşe anamızla ve yaxud da ki Hafsa anamızla aralarında gizli söhbət oldu. Bu gizli söhbəti ki ama bak Resulullah ne dedi? Her ikisine de bu sözü deyəndən sonra vallahi bal yemeyeceğim və yaxud da ki, Maria ilə mən bir daha yaxınlıq eləməyəcəm. Dedi ki, bu bizim aramızda gizli qalsın. Yəni, bunu sağa sola demənə də gərək yoxdur. Lakin qadın durmadı, bir-birlə qıssanı anlattılar. Maria'nın qıssasını Hafsa və Ayşe radiyallahu anh'ın yanında olan bal qıssasını isə Hafsaya Ayşe radiyallahu anh'a anlattı. Və bu məsələdən dolayı Resulullah sallallahu aleyhi ve sellem gelir Ayşe radiyallahu anh'ın yanına ki sen bunu niye dedin? Bəs mən sana demiştim ki bunu deməcəkən veya Hafsa'nın yanına gedirsən bunu Ayşe'ye ne dedin ki ben Maria'yı özüme haram kılmışam? Ve orada Resulullah sallallahu aleyhi ve sellem yani bu meseleni onlara beyan eləyərkən onlar çok təəccübləndiler ki bunu sana kim haber verdi ki bu gizli olan meseleni ben demişim falan kesə. Sen hardan bilirsən ki onu mən demişim? Və Allah Peygamber aleyhissalatü vesselam'a yani bu sual soruşandan sonra dedi ki فَلَمَّنْ دَبَّأَهَا بِهِ قَالَتْ مَنْ أَنْبَأَكَ هَذَا Kim sana bunu haber verdi? قَالَ نَبَّيَنِيَ Bunu mənə nəbə edən, xəbər edən alimul xabir olan Allah subhanehu ve teala'dır. Allah sizin aranızda olanları mənə xəbər verir. Siz her şeyi hesap etdiniz ama benim Allah'ın peygamberi olduğumu unuttunuz. Kim benim aleyhimde, haq arxamda dönüp dolaşan her şeyi Allah subhanahu teala mənə bildirir. Lakin Resulullah sallallahu aleyhi ve selleme ne deyir? Onlarla deyir, ne iləmədi? Fələmmenden bə'd bihi ve adharullahu aleyhi. Allah ona gizliyi ortaya çıkarttı. Arrafa ba'dahu. Allah Resulü onlara bir iki kəlməni söyledi ve lakin işin tafsilatına getməyi Allah Resulü eləmədi, tərk elədi. Buradan bizim için olan kadın aile içinde söz söhbət olanda kadın bir səhv bir hata edəndə işin tafsilatına getməyə gerek yoktur. Asıl olan budur. Eğer məhkəmə olarsa, eğer aileler iki taraf bir araya gələrsə də imkan daxilində məsələnin çözümü qədər danışmaq lazımdır. Yəni gereksiz şeyler danışmaq yox, lazım değil. Günah olan, ayıb olan, sir olan şeyleri açıb ağartmaq olmaz. Ne kadar ihtiyac varsa o kadar danış. Yani kadını rezil edecek kadar
olmaz danışmaq. Və ya kişinin fərq eləməz. Bu kişi üçün də buna deyir ki, Şeyx Şanqiti vəl-aksu kəzəlik, yəni aks da eyni şəkildədir. Yəni kişi, qadın da eyni şəkildə kişi haqqındakı olan məsələlərdə problemi həll olacaq qədər danışmalıdır. Yəni tafsilata girib onu rəzil edəcək qədər danışmağa gərək yoxdur. Yəni utandıracaq qədər məsələlərə gərək yoxdur. Yəni qadın və kişi öz zövcəsini və ya ərini insanlar önündə asıl etibarı olaraq küçümsəməməsi lazımdır. Çünki bunun zərəri daha çoxdur. Məsələn, şəriətdə kişi qadını döyərsə, vurarsa, kişiyə qisas yoxdur. Yəni şəriət demir ki, gəlin ay arvad, indi al bu çubuğu, gəl sən indi bu kişini döy. Doğru mu? Məsələn, sən tutarım ki, bir nəfəri döydün. Bir nəfəri vurdun. Qaziyə getdi, şikayət elədi. Qazi də sənə çağırır, deyir, al bu çubuğu, sən də onu vur. Yaxşı, indi arvad gedib ərdən şikayət eləsə ki, bu məni döydü. İndi qazi nə deyəcək? Al bu çubuğu, onu döy. Yox, bu islah yolu deyil, bu ifsat yoludur. Bu problemin daha da böyüməsinə səbəbdir. Problem daha da böyüyər və qadın daha çox zərər görər. Və evin içindəki olan o tərəzi itər yəni. Zaten Allah əmr eləmişdi ki, kişilərə, əgər qadın həddini aşarsa, itaatsiz elib evdən sağa sola izinsiz gedib gələrsə, o qadını az da olsa vurun. Tərbiyələndirmək məqsədilə. Yəni, quruş həkimi qabanı qovub döyməkdən bəhs edilmir. Yəni, ağzını, burnu qınıb, dişini, qarnını töhməkdən yox. Yəni, yorulma bir şapalaq vurdun ki, lazım döş. Özbə gəl. Beriləmə. Və bu səbəbdən də baxın, Rasulullah sallallahu aleyhi və səlləmə bu xəbər gedib çatandan sonra Rasulullah sallallahu onları aff etməyə çalışdı. Allah da eynisini davrandı və ayəti indirdi ki, İn tətuba ilallahi, əgər tövbə edərsinizsə, sizin bu əməlinizin yəni nəticəsində qəlbiniz daha da nə olar? Günahlardan arınmış və təmizlənmiş olar. Əgər siz buna tövbə edərsinizsə. Yəni tövbə etdiyi zaman elhamdülillah, yəni bir qadının da demək ki, yəni yanlış edərsə, yanlış etdikləri zamanda yəni Allah Subhanahu taala'nın da buyurduğu kimi, yəni qadın da təbii ki, tövbə etməlidir. Əgər insan tövbə edərsə, qəlbi o kindən, o həsəddən, halallıq istəmək ümumiyyətlə, alimlər deyir ki, halallıq istəmək var, tövbə etmək var. Bir qadın deməsi ki, Allah məni bağışlasın, mən haqsızlıq eləmişəm. Qadının və kişinin qəlbində bu sözü deyəndən sonra kin küdürət ortadan qalxır, çıxır yəni. Və qardaş, haqqı o halır elə, mən yanlış eləmişim. Bunu demək, yəni əslində çox böyük bir şeydir yəni. Buna görə də Allah Subhanahu taala yəni onlara bunu əmr etdi ki, in tətuba ilallahi, əgər siz tövbə edərsinizsə, faqad sağat qulubukuma, yəni sizin qəlbiniz artıq taqvaya, yaxşılığa, xeyri erişər və günahdan uzaqlaşmış olar. Qəlbinizdən o pisliyi atmış olarsınız. Və əgər deyir, yox siz, bax, indi əsas məsələ gəlir. Əgər siz bundan yüz çevirərsinizsə, nədən yüz çevirərsinizsə, haqqa girdim deməkdən ki, mən haqqa girməmişim. Qadınlarda var axı, ümumiyyətlə. Kişilərdə də bu var tabii ki. Mən indiyənə qədər etdiyim mühakimələrin içərisində ən çox kişilərin halallıq aldığını görmüşəm. Ən çox kişilərin islaha getdiyini görmüşəm. Müsəlmanlar içində. Amma cahiliyyə dövrünə baxdığımız zamanda isə evi ən çox saxlayan qadınlar olubdur. İndi isə ailəni saxlayır kişilər. Yerlər dəyişibdir. Yəni, indiki qadınlar talaqa, boşanmağa daha çox meyillidirlər. İslaha getməyə yerinə boşanma sözü başda durur. Boşanaq, ayrılaq, bitirək, bitsin bu. Nə xeyri var? Hörmət yox, izzət yox, şu yox, bu yox və s. Niyə yoxdur ki? Düzəlt də. Düzəltməyə çalış. 1 olmadı, 2 olmadı, 10 dəfə ilə, 20 dəfə ilə düzəltməyə çalışmaq lazımdır. Xüsusən də ortada evlatlar varsa, yəni islaha getmək lazımdır. Hər kəs özündə olanı, o elədir, mən beləyəm. O deyəndə mən cavabsız qoya bilmirəm. Bu olmaz ki. Yəni,
Salihə qadının vasfı nədir? Cavab qaytarmayandır. Yəni kişi haqsız da olsa qadın cavab qaytarmamalıdır. Allah'a hesabını bırakacak, Allah hesabını görecek. Veya affetmelidir. Ve burada Allah subhanahu teala Peygamber aleyhissalatü vesselam'a bu tavsiyeni verdikten sonra bakın Allah subhanahu teala diyor ki eğer siz onu affetmeseniz, daha doğrusu siz tövbe etmeseniz, yanlışınızdan dönmeseniz, Peygamber'e karşı etmiş olduğunuz bu hürmetsizliği gidip ondan halallık almasanız, bunu telafi etmeseniz, o zaman ne olur? Allah birinci onun dostudur, Mevlasıdır. Birincisi ona Allah yeter. Cebrail yeter ve salih olan müminler yeter. Ve melekler de bu günden sonra ona yardımcıdırlar. Peki sonra ne olacak deyir? Sonra deyir sizin yerinize Allah ona, eğer o sizi boşasa, çünkü peygamber bir ara bundan dolayı boşanmak istedi. Başka bir rivayette peygamber aleyhissalatü vesselam artık bunların arasında olan bu münakişələrin neticesinde bir ay damda yatır. Qalxır yuxarıda eve gelmir. Heç birinin yanına getmir. Heç birinin otağına geçmir ve gedir damda yatır. Bir ay ne demektir? Yani bir peygamberi incittiler. Ve sonra Allah subhanahu teala buna bir mühlet verdi. İşi hemen çözmeye çalışmadı. Ki koy biz de bundan bir ibret alaq. Yani bazen kişi arasında bir münakaşa 5 gün, 10 gün, 20 gün devam edebilir. Ama bu sükunet halinde olmalıdır. Biraz onlardan aralı kalmalısan, uzak kalmalısan. Gördün ki alınmır, sunkabı götür. Kişilərə mən bunu tavsiye görürəm. Gördün ki biraz alınmır, bir həftə sunkabı götür. Get dədəmin evində yat. Dədən ayrı yaşayırsansa. Ama evin ihtiyacını ödeme şartıyla. Evin problemlerini çözmek için biraz orada kal. Kobra uzak kalsınlar. Sen uzaklaş. Ve yaklaşık bizim Qabaqçı örfümüzde böyle bir şey vardı. Gəlini aparıp atası evine koydular ki koy orada biraz kalsın. Ata-anası ona biraz nəsihət eləsin. Ama indiki dövrdə ata-ananın yanına qız bırakmaq olmaz. Ne diyecekler? Daş çalınma onun ağzına. Lazım düş. Gəlmirsən getmə. Ne lazımdır? Rədd olsun ayına. Maşallah güzel göçək qızsan. Evdə mi qalacaqsan? Ölməmiş ama. Və uşaqları özüm saxlayacağım. Ərə gedərsən. Hələ aliment davası da var. Dövlət də xeyli aliment də alarsan, alimentə qədər də ödəyər, canı çıxar ödəyər. Canı çıxar uşaqlarına baxar, canı çıxar, canı çıxar, canı çıxar. Və sonra öz ərinin sözünü yerinə yetirməyən, öz ərinə itaat eləməyən bir qat ödür. Hətta işləyərsə sənin bacarığın da var. Gedir baxırsan ki onlarla kişinin ağzının sözünü eşidir. Gedirsən baxırsan daha zalim biri ilə evlənir. O da vapşi ayağının altına alır, rəzil eləyir. Ondan qaçır ona. Ondan həyatı bədbaxt günə qalır yəni. Buna görə də şəriətin həqiqətən də elə incəlikləri var ki onu kişi və qadınlar bunu bilmirlər. Və burada Allah subhanahu tabii ki Peygamber aleyhissalatü vesselam'a müəyyən vədlər verir və müəyyən ona şeyler tavsiye görür ki əgər siz qadınlar Allah Resulüne eşidib itaat eləməzsinizsə Allah sizin yerinizə xeyirli zövcələr ona verər. Müslüman qadınlar, gözəl şəkildə müslimətin, müminətin, qanitətin, Allahdan qorxan, təibətin, Allahdan tövbə edən, abidətin, ibadət edən davamlı şəkildə və bunları bekar və dul qadınlar sizin yerinizə ona verə bilər. Yəni özünüzü o qədər qaldırıb yuxarı qoymayın. Sizi boşayacaq və sizin yerinizə gedib daha yaxşılarını alacaq. Yani siz elə düşünməyin ki, siz yoxsunuz, həyat davam eləməyəcək. Sən boşansan, gedib özünü kişiyi dağdan atacaq, körpüdən atacaq. Elə bir söhbət yoxdur yəni. Elə bir məsələ yoxdur. Bunun üçün də qardaşlar, yəni Resulullah sallallahu aleyhi və səlləmin həqiqətən də ailəsində bu baş verəcək şey bütün sahabəni üzmüşdü. Əbubəkir üzmüşdü, Öməri üzmüşdü. Yəni digər bütün sahabələri üzmüşdü. Çox narahat olmuşdur sahabələr. Və Allah Resulü hətta elə dərəcəyə çatdı ki, heç kimlə danışmaq istəmirdi. Heç kim yanına almırdı. Yəni uzaq durun məndən. Sadəcə namaz qılırdı. Namazdan sonra insanların zəruri suallarına cavab verirdi və ondan sonra çıxırdı, damda otururdu yəni. Yəni bəzən qadın həqiqətən də insanı dağa da qaldırır, dağdan da indirir. Yəni insanı selin qabağına da atar, tufanın qabağına da atar. Yəni bunun için yəni bu qadınları aslında əzmək niyyətindən danışmırıq. Aslında qadınlara xeyir babından danışırıq ki, yəni belə deyim ki, yəni bu məsələlərdən
hər birimiz özümüzə dərs çıxartmalıyıq. Və Rasulullah'tan da buradan özümüzə dərs çıxartmalıyıq ki, qadın söymək, qadın döymək, qadın alçaltmaq, yəni ümumiyyətlə bir kişi bir qadının alçaltması onun öz dərəcəsini, öz səviyyəsini göstərir. Bu olmaz. Kişinin qadınla dilləşməsi onun kişiliyinə ləkədir. Qadının hər sözünə cavab qaytarmaq, o bunu deyəndə bu sənsən və o sənsən demək, yəni bir müsəlman əxlaqında bir kişiyə yaraşmayan bir şeydir. Bəzən qadın danışar, az bir danışar, kişi susar, ondan sonra aradan zaman keçər, gələr ona nəsihət eləyər ki, sənin elədiyin bu əməl nədir, doğru deyil. Lakin nə kişi, nə qadın Allah Rasulunun bu əməlini alıb da davamlı şəkildə Allah Rasulü evdə huzuru pozdu, davamlı şəkildə evdə belə elədi və ya qadınlar qısqandı, belə elədi, mən də qadınam deməsi davamlı şəkildə Allah Rasulunun həyatında bunlar baş vermir. Cəmi cümlələrində bir dəfə baş veribdir. İndi sən evlisən 40 ildir, 50 ildir, 5 ildir, 10 ildir evlisən, hər həftə evin içində qısqanclıq, hörmətsizlik, saygısızlıq baş verir və sən Allah Rasulunu dəli gətirirsən, bu doğru bir şey deyil, olmaz. Sən zövcəmi takibdəsən, az qalır, üzr istəyirəm, gedib dövlətlə anlaşasan ki, yəni bu kameralar varsa, onların bir dənəsini də ver, mən girim ona, görüm zövcəm hara gedir, haradan gəlir, kimlə oturur, kimlə durur. Yəni yaxınlarda bir mövzu oldu ki, zövcə proqram yerləşdirir öz zövcəsinin telefonuna ki, səni izləmək istəyirəm, hara gedirsən, haradan gəlirsən, kimlə olursan, kimlərlə durursan. Və hətta elə dərəcəyə çatır ki, iş yerinin yanında mənə ev tut, səninlə iş yerimin arası çox uzaqdır. Oradan bura gəlincəyə qədər, bəlkə sən iş yerindən gəlmirsən, bəlkə sən orada probkaya düşüb, adı probkada, bəlkə başqa yerə gedirsən. Mən ona baxmaq, mən onu bilmək istəyirəm, mənim haqqımdır deyə. İşte dəyərli qardaşlar, baxın, İslam bu şəkildə deyil. Gəlin İslamı gözəl bir şəkildə anlayaq. Ailələrimizi Allah və Rasulunun istədiyi şəkildə yetişdirək, dinimizi gözəl şəkildə öyrənək. Və qayə evin içində valla Allah rızası olmasa, Allah qayası olmasa, hədəfimiz İslam olmasa evin içində huzursuzluq olacaq. Evin içində huzursuzluğun səbəbi nədir? Ər arvadı, ərvət də arı, əri bir-birinə bütləşdirməsidir. Ailəni bütləşdirmək olmaz, evladı bütləşdirmək olmaz, əri bütləşdirmək olmaz, zövcəni bütləşdirmək olmaz. Yəni bunlar hamısı Allah üçün, sənin Allahın dinini yaşamaq üçün bir səbəbdir. Yəni necə ki yemək, içmək sənin bu dünyada ləzzət verirsə sənə yemək, içmək, evlad da onun kimi, ər də onun kimi, uşaq da onun kimi, zövcə də onun kimi dünya nemətlərindən bir nemətdir. Allah razı ki, dünya nemətlərinin ən xeyirli neməti salih olan bir zövcədir. Salih olan kişi də aiddir, bu qadına da aiddir bu. Ən yaxşı kişi dünya qadın üçün ən böyük nemətdir. Ən salihə qadın kişi üçün ən böyük nemətdir yəni. Bunun üçün bunlar bir nemətdirlər, amma bunlar hədəf deyil, bunlar məqsəd deyil. Bunlar üçün yaşanmamalı. Yəni bir kişi bir qadını mutlu etmək üçün yaşamamalı. Bir qadın kişini mutlu etmək üçün bütün Allahın əmrlərinin, yasaqlarını buraxıb sadəcə əri ilə məşğul olmamalı və ya ərini də buraxıb sadəcə uşaqlarının incələcəyi ilə bir qadın və ya bir kişi məşğul olmamalı. Olmalıdır qədərincə. Allahın əmrləri, Allahın istədikləri yerinə gələndən sonra bunların istəkləri söz konusudur. Bir müsəlmanın evi mescid olmalı, bir müsəlmanın ailəsi Allahın sevdiyi küçük bir dövlət olması lazımdır. Hər birimizin evi küçük bir İslam dövləti olması lazımdır ki, biz topluma gözəl bir şəkildə fərdlər yetişir. Çünki o fərdlər bu evin içindən çıxacaq. Evin içində olan münaqişələrdə uşaqlar zərər görür, qız zərər görür, oğlan zərər görür. Oğlan atanı örnək alır ki, ata deməli belə olmalıdır. Qadın da, qız da anasını örnək alır ki, demək ki, ərimlə belə danışanda belə daha yaxşı olur. Çünki mənim anam ərinlə belə danışır, mən də belə danışmalıyam. Və ya ata evin içində öz zövcəsinə, uşaqların anasına hörmətli eləyəndə və deyir ki, demək ki, ata belə olmalıdır, öz arvadına qarşı hörmətli eləyə bilər, döyə bilər, söyə bilər və s. Buna görə bizim üçün bu məsələlərdə təbii ki, örnək olan Resulullah sallallahu aleyhi və səlləmdəndir. Allah subhanahu teala məni də, sizləri də aff edib bağışlasın. Allahümmə əmin.